Salam, mən Cavid Şəmiyev, elektronika mühəndisi və elektronika üzrə təlimçiyəm. Bu kursda biz sizinlə ağıllı ev anlayışını mürəkkəb terminlərdən təmizləyib, bir mühəndisin gözü ilə sadə və tətbiq olunan bir formaya gətirəcəyik. Ağıllı ev dedikdə hamının nəzərində çətin və quraşdırılması baha başa gələn bir sistem canlanır. Halbuki bu sadəcə cihazların bir-biri ilə danışmasıdır. Məhz bu danışdıqları dil də protokol adlanır. Bundan başqa, ağıllı ev sistemlərinin tətbiqi sizin üçün ilk öncə resurslara qənaəti təmin edir. Həmçinin bundan sonra təhlükəsizlik, sağlamlıq və komfort kimi şəraiti də yaradır. Ağıllı ev sistemləri dedikdə yada IoT sahəsi düşür. IoT-nin açılışı Internet of Things, yəni əşyaların interneti deməkdir. Əgər sizin evinizdə olan hər hansısa bir cihazın internetə və ya başqa bir şəbəkəyə çıxışı varsa, bu artıq IoT cihaz hesab olunur. Bundan başqa, ağıllı ev sistemlərinin idarəetmə sahəsi olaraq 4 əsas kateqoriyaya ayrılır. Birinci işıqlandırma, daha sonra iqlim parametrlərinin idarə edilməsidir ki, bura yəni temperatur və rütubətə əsasən kombi kondisionerin idarə edilməsi nəzərdə tutulur. Üçüncü, təhlükəsizlikdir. Bura su sızma, qaz sızma və s. aid edilir və son olaraq da ümumi elektrik şəbəkəsinin, yəni rozetkaların, elektrik yuvalarının idarə edilməsi aid edilir. Fiziki qoşulma baxımından ağıllı ev sistemləri cihazları iki yerə ayrılır. Naqilli qoşulma və naqilsiz qoşulma. Naqilli qoşulma və ya naqilli rabitə sistemlərində cihazların bir-biri ilə əlaqə saxlaması üçün mütləq lazım olan nöqtələrə data kabeli çəkilməlidir. Bu sistemlərə KNX, Modbus, RS485 kimi sistemlər aid edilə bilər. Belə olan halda proses həm bahalıdır və nisbətən çətin ərsəyə gəlir. Digər sistem isə naqilsiz rabitədir ki, biz bu kursumuzda bu haqda söhbət açacağıq. Naqilsiz sistemlərdə heç bir yerə fiziki olaraq dağıtmadan, müdaxilə etmədən Wi-Fi, Zigbee və digər radio rabitə sistemləri vasitəsilə cihazlar bir-biri ilə əlaqə saxlayırlar. Az öncə qeyd etdiyim IoT cihazları da həmin naqilsiz rabitə sistemlərinə aid edilir. Yekun olaraq qeyd edim ki, bizim bu kursda məqsədimiz divar çapmaq və ya ağır usta işləri görmək deyil. Biz bu dərslərdə masaüstü qoşulmaları və ssenari yaratmaları test edəcəyik ki, bu da bizim kursumuzun ana xəttini təşkil edəcək.